Rəsmi statistikaya görə Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslərin 40%-nin yaşı 65-dən az olub. Bu dövrdə dünyasını dəyişən kişilərin 47%-i pensiya yaşına çatmayıblar. Bu vəziyyət bir məsələni aktuallaşdırır. Bəs ölən şəxslərin pensiya kapitalından kimlər yararlana bilir? Əgər arvad vəfat etdikdə hansısa, digəri o birisinin əmək pensiyasını ala bilər. Yəni, belə deyək də, şərti deyək ki, tutaq ki, kişinin əmək pensiyası daha çox idi, xanımda az idi, yaxud əksinə. Tutaq ki, götürək ki, kişi vəfat etmişdir, xanımda isə əmək pensiyasının miqdarı azdır. O müraciət edir, ərinin əmək pensiyası ona təyin olunur. Yalnız bu halda həmin kapitaldan vərəsəlik yolu ilə belə deyək keçə bilir. Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, hazırda qanunvericilikdə vəfat etmiş şəxsin pensiya kapitalının birdəfəlik şəkildə onun vərəsələrinə verilməsi ilə bağlı hər hansı bir tənzimləmə mövcud deyildir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunvericilikdə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Eyni zamanda qeyd etmək lazımdır ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının müəyyən kateqoriyadan olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Misal üçün, vəfat etmiş və ya həlak olmuş şəxsin övladları 18 yaşına çatmamış və yaxud da 18 yaşına çatana qədər əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan şəxs, eyni zamanda təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanlar və eyni zamanda ata, ana pensiya yaşına çatmışdırsa, yaxud orqanizm funksiyalarının 61-80% və ya 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər demək bu təminatdan istifadə edə bilərlər. Ekspertlər bildirirlər ki, digər hallarda vəfat edən şəxsin pensiya kapitalı həmrəylik prinsipi əsasında xərclənir. Yəni, fərdi uçot əsasında toplanmasına baxmayaraq, yığılan vəsait digər şəxslərin pensiyalarının ödənilməsinə yönəldilir.